Salam əziz şagirdlər. Deməli, bugün homotetiya, oxşarlıq çevirmələri və oxşar fiqurlar haqqında danışacağam. Ən çox uşaqlar, belə deyim də, bugün oxşar üçbucaqlardan və oxşar dördbucaqlardan ən çox danışacağıq. Onlar haqqında məlumat verəcəm. Suallarımızın da 90%-i onlar üzərində qurulacaq. Vaxt itirmədən keçək sualların izahına. Birinci sual. Deməli, 2 kvadratın tərəflərin nisbəti, uşaqlar yadda saxlayın ki, A1 bölünsün A2 bu üçbucaqlarda da ödənir. Eyni vaxtda dördbucaqlarda da ödənir. P1 bölünsün P2-dir. Yəni, A1 bölünsün A2 əgər 4-dürsə, eyni zamanda P1 bölünsün P2 də o da 4 olacaq. Yəni, cavab B bəndi. Eyni zamanda bu 4-dürsə, bu da 4 olacaq. Uşaqlar, əgər bunlar orta xətdirsə, bu tərəflərin 2 hissəyə bölür də. Bu da orta xəttdir deməli. Bu da S 3S qaydası var. S-in 3S qaydasını. İndi bunu biz sahələrdə bu qaydanı deyəcəyik. İndi əgər bunun sahəsi, balacanın sahəsi 24-dürsə, böyüyünün sahəsi 3/24, eləcə 72, ümumi deyib dördbucağının sahəsini tap, 72 olacaq. Həmişə yadda saxlayın. S-in 3S olan nisbətinə bunlar da onsuz belə deyim, üçbucaqlardan alınır. Oxşarlıqdan alınır yəni. Əgər perimetrlərin nisbətini tapaq, 60-ın 40-a nisbətindədirsə, deməli B1-in də nisbəti, yəni B-C-nin də B1-C1-ə olan nisbətdə ixtisar edəsim 3/2, yəni 1,5 olacaq. Bunda da eyni qaydadır. Sahələr nisbəti, əgər bu 6-nın 15-ə nisbətindədirsə, 15-in 6-ya, çünki A1-də axı 15-in 6-ya nisbətindədirsə, 15-in 6-ya nisbəti ikisini 3-ə ixtisar edəsəm, 5/2 bu tərəflərin nisbətidir. Sahələr nisbətini tapanda 10 kvadrat üzərəcəm 4-də 25 olacaq. 4-də 25 cavab D bəndi olacaq. Deməli uşaqlar, baxaq. 6-cı sualda, 7-ci sualda elədim. Keçək 8-ci suala. 8-ci sualda nə deyir? 2 oxşar üçbucağın perimetrlərin nisbəti P1 bölünsün P2 bərabərdir bilirsiniz ki, A1-in A2 olan nisbəti. Birincinin perimetri 70-dir, 70. İkincisinin perimetri olacaq 80, özü deyib. Birinci tərəfi 14-dür, 14. İkincinin tərəfi bilmirəm, A2 deyirəm. İndi tənasüb şəkildə verə bilərəm, bunları ixtisar edə bilərəm. 1, 5, 5 A2 bərabərdir 80-ə. A2 bərabərdir 85-ə böləndə 16. Bizdən deyib ikincinin tərəfini tapın. Cavab təbii ki 16 olacaq. Deyib tənbələnlərin nisbəti əgər 5-də 1-dirsə, bildiyimiz kimi uşaqlar T1 bölünsün T2 bərabərdir. Əgər K-dırsa, sahələrin nisbəti S1 bölünsün S2 bu K-nın kvadratıdır. Yəni tənbələnlərin nisbəti əgər 5-də 1-dirsə, sahələrin nisbəti 25-də 1 olacaq. Onun kvadrat düzəldəcəm. Eyni zamanda bunlar da hamısı eyni qaydadır. Deməli uşaqlar, bəxşi qayda var. Orta xətdirsə, deməli bu S 3S qaydası olacaq. S, bu S-dir, bu 3S-dir. Toplayanda uşaqlar 3S-dir. Toplayanda 4S eləyəcəkdə. ABC sahəsi ümumi 4S olacaq. 4 də verəcəm 9,5-ə. 9,25 vurma 4. Bu da eləyəcək, deməli, 37. 9-dur, belə vuranda. Əgər sahələrin nisbəti yenə də 12-ci sualda da eyni qaydadır. S1-in S2 olan nisbəti bərabərdir. P1-in P2 olan nisbətinin kvadratı olacaq. Yəni S1 deməli 45-dir, S2 20-dir, P1 36-dır, P2 isə bilmirəm. Təbii ki, uşaqlar bunun kvadratı yüksəldəndə banlı 45-dən 20-ni ixtisar edəndə ikisini də 5-ə 9, 4 alınacaq. 36 bölünsün P2
bərabər 4, 9 kvadratı. Uşaqlar 36 bölədiyimdə 36 bölünsün P2-in özü. Bu neyin kvadratı 4, 9, 2-də 3-ün. Bunu tənasüb şəkildə vurğulasam, mənfi götürmürəm. Çünki kəndisində mənfi anlayış yoxdur. 3P2 bərabərdir. Deməli, 72-yə P2-də bərabər 24. İkinci perimetr deyib ki, 24 olacaq. Bunlar da eyni qaydadır. Baxaq indi. Sahələrin nisbəti budursa, tərəfin biri 12-dir. Digər tərəfini tapın. 15-də baxaq. Deməli, uşaqlar 15-ə baxaq. Yenə də 15 S1 bölünsün S2 bərabərdir A1 bölünsün A2-nin kvadratı. Bunu biliyorsunuz məncə. S1 nə olacaq? 50-dir. S2 200-dür. Bərabərdir A1. A1 də 50-dir. Onsuz 100 deyib də. Bəli. A1 12-dir. Birincinin deyib tərəfi 12-dir. 12-nin A2 olan nisbəti. Bu kvadratdır. Bundan bu ixtisar getdi. 1, 4. Deməli, 12 bölünsün A2-nin kvadratı bərabərdir 4-də 1-ə. 12 bölünsün A2 bərabərdir 2-də 1-ə. A2 bərabərdir 12-ni 2-ə verəndə 24. Belə uşaqlar. Olacaq cavab 24 metr. Bunlar da eyni qaydadır uşaqlar. Əgər deyib 2 üçbucağın oxşarlığı 2 oxşar çoxbucaqlının böyük tərəfləri uyğun olaraq deməli tərəflərin 15 bölünsün 25-dir. Deməli uşaqlar böyüyünün kiçiyə deyib də böyük tərəflə uyğun olaraq 25 bölünsün 15-dir. Deməli uşaqlar tərəflərin nisbəti əgər A1 bölünsün A2 neçənci sualdır? 17-ci sual. 25 bölünsün 15-dirsə, bunu ixtisar edəsəm 5 bu 3 olacaq. Bu da P1 bölünsün P2 deməkdir elə. Eyni şeydir də. Və deyib ki, perimetrlə fərq nə demək? Buna 5K deyirəm. P1 bölünsün P2 olacaq 5 bölünsün 3-ə. Yəni P1-ə mən 5K deyəcəm. 5K. P2 isə 3K deyəcəm. Fərqi deyəndə 5K çıxılsın 3K bərabərdir 24-ə. 2K bərabərdir 24-ə. K da bərabərdir 12. 5 verim 12. 60. 3 verim 12. 36. Bizə nə istəmişdi? Böyük çoxbucaqlının perimetrini tapın. O da edəcək. Təbii ki, neçə tapdım? 60 tapdım. 60 olacaq. Bunlar da hamısı uşaqlar. Digərləri eyni qaydadır. Bunlar yəni eyni qayda olacaq. Yəni çox çətin bir sual yoxdur. O baxımdan da baxaq 19-a 2 oxşar üçbucağın birincinin perimetri ikincidən 15 dəfə böyüdür. Birinci üçbucağın median ikinci üçbucağın neçə dəfə böyüdür? O da 15 dəfə böyüdür. İnşallah bunu demişdik. Burada da 13 dəfə böyüdür. Sahələrdə deyəndə sahələr deməyib belə. Uyğun ünlüklərin nisbəti 1 bölünsün 3-dürsə, sahələrin nisbəti 1 bölünsün 9 olacaq. Həmişə kvadrat olacaq. Bu asandır. 23-ə baxaq uşaqlar. Deməli, M-in 5-in 7 nisbətindəsə buna mən 5K deyəcəm. 5K. B-ci 7K-dır. A-in hani bunun N-C olan nisbəti. Buna nisbəti. Bax uşaqlar. Buna mən deməli 5K. Birinci bilməliyəm ki, nəyə nisbətidir. Nəyə nisbətidir onu tapmalıyam. Bu əgər 5K-dırsa bu 5 nədir uşaqlar? 5 L-dir məsələn. 5 A-dır. Bu əgər 7-dirsə ümumi 7 A-dır. 7 A-nın 5 A-sı var deyə 2 A olacaq. 5 A-nın 2 A-ya nisbəti bu da 5 bölünsün 2 olacaq. Belə. Bunlar da bayaq kimi çox işləmişik bundan. Bu oxşarlığı göstərmək üçün buna mən alfa deməliyəm. Bunu da alfa deməliyəm. Çünki Z-dir bu. Qarşılı bucaqlarda. Buna beta deyirəmsə, bu da beta olacaq. İndi üçbucağa oxşarlığın güvəndə eləmişəm. Beta'nın qabağında dayanan 8-in böyük üçbucaqdır. Bu da beta'nın qabağında dayanıb 5-ə nisbəti bərabərdir. Alfanın qabağında dayanıb, dayanmayıb.
Buna fi desəm, buna da fi deməliyəm. Deməli, bu da fi-nin qabağında bizə nə istəyib elə? KB-ni istəyib. KB-ni bilmirəm deyə x deyirəm buna. Hələlik. KB-ni də bilmirəm x deyirəm. Böyük üçbucaqda KB-nin x-in, kiçik üçbucaqda deməli 4-ə nisbət. İndi 5x-in 5x vurma 8 4-ün 32. X-də bərabər 32-ni 5-ə böləndə 6,4 alınacaq. Belə, digəri eyni qaydadır. Bu hazır qaydadır uşaqlar. BC neçədir? Bu alfadırsa, həmişə yadda saxlayın. BD-nin kvadratı BC ilə AD-nin hasilidir. BD-nin kvadratı hanı? 15-in kvadratı. Kvadrat bərabərdir 12 vurma x-a. 225 bərabərdir 12x-a. X-ə bərabərdir 225-i böləndə bəxşləmişik bu sualı. Səhvlərimiz 18,175 olacaq. Belə. Uşaqlar, bu da oxşarlığı göstərməliyik. Çox güman, bax, burada qum saatı var, baxın. Qum saat. Qum saatında oxşarlıq olacaq, baxın. Həmişə belədir. Bəli, bunda oxşarlıq var. Çünki bunun bərabərliyini qoyanda bu alfadırsa, bu da alfadır. Paralellikdir. Axı, eyni zamanda bu betadırsa, bu da betdadır. İndi AF-in, AF 7-dir. 7 A deyək. FC deməli 3A. Belə. İndi AD 28-in bizdən BY-ni istəyib. Yəni BY-ni tapmaq üçün birinci YC-ni tapmalıyam. Deməli, oxşarlıq əmsalını göstərim. Oxşarlıq əmsalını göstərim. Baxaq, başımıza nə gəlir. Deməli, baxın, buna mən alfa desəm, bu da alfa olacaq. Buna mən beta desəm, qarşılığımız olsun, bu da beta olacaq. Beta qabağında x-in, beta qabağında 28 dayanıb. Əgər indi bunda burada alfanın qabağında dayanan ədəd yoxdur. O baxımdan betalar işə salmalıyam. Beta. Bu da betadır. Bu betadır. Betanın qabağında 3A-nın 7A olan nisbət. Qutardı. Ala ixtisar getdi. Deməli, 7x bərabərdir 28 vurma 3. X bərabərdir 28-in 7-ni ixtisar edəcəm 4. 4-cündə 12. Cavab B-yi 12 olacaq. Bunlar da eyni qaydadır uşaqlar. Bu şəkildə belə çəkilməlidir. Uşaqlar, sabah yenə də bu dərsi nəyə bilmirsizsə, nəyə başa düşmünüzü izah edəcəm. Xahiş edirəm qaydalara baxın.